Salam, hər vaxtınız xeyir olsun əziz abituriyentlər, şagirdlər. Mən Yamaşem Tədris Mərkəzinin Azərbaycan dili və ədəbiyyat müəllimi Rövşayna Ağayeva sizlərə bu il Dövlət İmtahan Mərkəzinin təqdim eləmiş olduğu Azərbaycan dilləri model suallardan 5-nin izahını verməyə çalışacağım. Ümidvaram ki, bu izahım sizlər üçün faydalı olar. Sizlərə az da olsa kömək eləmiş ola bilərəm. Baxaq 16-cı suala görək 16-cı sualda nə soruşulur? Deyilir ki, nümunədəki sözlərlə bağlı yanlış fikri müəyyənləşdirin. Baxaq görək hansı nümunə verilib? Varlığın nə zəif yarandı sənin? Gözlə görünməyən bir aləmin var. Sən həyat suyusan ruhla bədənin, qoynunda bəslənir incə duyğular. Səməd Vurğundan gözəl bir nümunə. Görək bu nümunə haqqında nə soruşulur? Deyilir ki, həm qoşma, həm də bağlayıcı işlənmişdir. Baxaq gözlə sözünə və baxaq ruhla sözünə. Gözlə sözündəki lə qoşma, ruhla sözündəki la isə bağlayıcıdır. Yəni A doğru fikirdir. Bizə isə yanlış lazımdır. Deməli A testimizin doğru cavabı ola bilməz. B-də deyilir ki, həm müəyyən, həm də qeyri-müəyyən gəlik halda olan isim işlənmişdir. Baxırıq 3-cü misraya. 3-cü misrada deyilir ki, sən həyat suyusan ruhla bədənin. Baxın, bədənin sözü müəyyən gəlik halda olan sözdür. Bədənin həyat suyusan. Yəni, bədənin sözü müəyyən gəlik halda olan sözdür. Həyat suyusan, həyat suyusan. Həyat sözü isə qeyri-müəyyən gəlik halda olan isimdir. Yəni, B-də verilən fikir doğrudur. Biz nümunəmizdə həm müəyyən, həm də qeyri-müəyyən gəlik halda olan isim tapdıq. C-də deyilir ki, təsirlənməyən feil məşğul növdədir. Təsirlənməyən feilimiz görünməyən feilidir. Görünməyən feilimiz isə məşğul növdə deyil. Qayıdış növdədir. Baxın, elə yanlış fikri tapmış olduq. Testimizin doğru cavabı olacaq C variantı. D-də deyilir ki, sözlərdən birinin kökündəki dəyişiklik mənsubiyyət şəkilsi ilə bağlıdır. Fikir versək, qoynunda sözünə, buradakı qoyun sözü qucaq, ağuş mənasında olan qoyun sözüdür. Və biz bilirik ki, qoyun sözünə mənsubiyyət şəkilsi əlavə etdikdə onun kökündəki qapalı sayı düşür. Yəni, qoyunda sözü mənsubiyyət şəkilsi qəbul eləmiş olduğu üçün onun kökündəki sayı düşür. D-də verilən fikir də doğru fikirdir. Y-də deyilir ki, sadə sifət düzəltmə ismə aiddir. Gəlin, baxaq gör nümunəmizdə sadə sifət varmı? Bəli var. Baxın, zəif sözü və incə sözü. Hər ikisi sadə sifətdir. Zəif sözü yara sözünə aiddir. Yara sözünü izah edir. Bəs yara sözü düzəltmədirmi? Bəli, düzəltmədir. Bilək ki, yara ismi yarmaq feilindən yaranıb. İncə sözü duyğular sözünə aiddir. Duyğular sözünü izah edir. Duyğu düzəltmədirmi? Bəli, düzəltmə isimdir. Bilək ki, duymaq feilindən yaranmış isimdir. Yəni, Y-dəki fikri təsdiq elədik. Müəyyənləşdirdik ki, nümunədə verilmiş sadə sifət düzəltmə ismə aiddir. Beləliklə, bir daha əmin olduq ki, 16-cı testimizin doğru cavabı C variantıdır. Davam eləyək. Baxaq görək 17-də nə soruşulur? 17-də soruşulur ki, hansı nümunədə ismin sualına cavab verən sifət olsa da, sifətin sualına cavab verən isim yoxdur. Baxaq, A-da deyilir, daş hasarı çəkərək bağı sərgə səhmana saldıq. Baxın, bizə şərtdə deyir ki, sifətin sualına cavab verən isim yoxdur. Amma A-da verilən nümunədə daş hasar birləşməsi var. Biz bu qaydanı xatırlayırıq. İsim ismi izah eləyərsə, bu zaman sifətləşmiş olur. Bu birləşmədəki daş ismi hasar ismini izah eləyib. Deməli, sifətləşəcək. Hansı hasar? Daş hasar. Bizə şərtdə demişdi ki, sifətləşmiş isim olmasın. Burada var. A doğru cavabımız ola bilməz. B-də deyilir ki, qalibləri qızıl, gümüş və bürünc medallarla təltif etdilər. Kimi qalibləri? Baxırıq ki, burada isimləşmiş sifətimiz var. Aha, əgər biz sifətləşmiş ismi tapmasaq, o zaman doğru cavabımız B variantı ola bilər. Ancaq təəssüf ki, bu cümlədə də var. Bilək ki, qızıl, gümüş və bürünc isimləri medal ismini izah elədiyinə görə bu cümlədə sifətləşmiş haldadırlar. Yəni, testimizin doğru cavabı B variantı da ola bilməz. Baxırıq C-yə. C-də deyilir ki, bütün şeir həvəskarları tribunadakıları alqışladılar. Tribunadakı sifətdir.
Ancaq bizə təqdim olunan cümlədə öz ismini itirdiyinə görə isimləşmiş vəziyyətdədir. Əgər biz bu cümlədə sifətləşmiş isim tapmasaq, doğru cavabımız elə C variantı olacaq. Biz də baxırıq görürük ki, həqiqətən bu cümlədə sifətləşmiş ismimiz yoxdur. Deməli, testimizin doğru cavabı olacaq elə C variantı. D-də deyilir, qumral saçları həkim qıza xüsusi yaraşıq verirdi. Baxın, həkim qız. Həkim ismi qız ismini izah edir. Deməli, buradakı həkim ismi sifətləşmiş vəziyyətdədir. D doğru cavabımız ola bilməz. Ən böyük biclik düzlükdür. Biz burada nə sifətləşmiş isim, nə də isimləşmiş sifət görmürük. Deməli, Y variantı da testimizin doğru cavabı deyil. Yəni, bir daha təsdiqlədik ki, 17-ci testimizin doğru cavabı C variantıdır. Davam eləyək. Baxaq 18-ci suala. Görək 18-də nə soruşulur? 18-də deyilir, sözlərin hər ikisinə aid olan fikirləri müəyyən edin. Bizə bir sıra və xeyli sayıları təqdim olunub. Bir də deyilir ki, numerativ sözlərlə işlənmir. Bəli, nə bir sıra, nə də ki, xeyli sayı numerativ sözlərlə işlənə bilmir. Yəni, biri götürürük. 2-də deyilir, həm say, həm də zərf kimi işlənə bilir. Xeyli sayımız həm də zərf kimi işlənə bildiyi halda bir sıra sözü yalnız və yalnız say kimi işlənir. Yəni, 2-dəki fikri biz ortaq fikir kimi dəyərləndirə bilmərik. 3-də deyilir ki, cümlənin izah edici üzvü vəzifəsində iştirak edir. Bəli, həm bir sıra sayı, həm də xeyli sayı cümlənin izah edici üzvü vəzifəsində iştirak edə bilər. 4-də deyilir ki, aid olduğu isim cəm şəkilsi ilə işlənir. Bir sıra sözünə aiddir bu fikir, ancaq xeyli sözünə aid deyil. Ancaq bir məqamı diqqətinizə çatdırmaq istəyirəm ki, hal-hazırda ictimai baxışda olan 6-cı sinif Azərbaycan dili dərsliyində belə bir qayda qeyd olunub ki, xeyli sayından sonra gələn isim həm təkdə, həm cəmdə ola bilər. Lakin bu dərslik hələ təsdiqini almayıb. Ona görə biz bu qaydanı hələ ki sizlərə tədris eləmirik. Hətta tədris eləmiş olsaydıq belə də yenə də biz 4-dəki fikri doğru cavab kimi götürə bilməzdik. Çünki xeyli sayından sonra gələn isim həm cəmdə, həm də təkdə işlənə bilər deyilir o qaydada. Ancaq bizə burada deyilir ki, aid olduğu isim cəm şəkilsi ilə işlənir. Yəni, sanki yalnız cəm şəkilsi ilə işlənir. Bu fikri söyləməyə çalışır bizə. 5-də deyilir ki, söz yaradıcılığında iştirak edir. Xeyr, yanlış fikirdir. Yəni, 18-ci testimizin doğru cavabı olacaq 1 və 3 B variantı. Baxaq görək, 19-da nə soruşulur? Deyilir ki, sxemə əsasən üzərində rəqəm yazılmış hansı cümlə üzvləri bir-birlə sintaktik cəhətdən əlaqələnmir. Baxaq. Deməli, təyindir, tamamlıqdır, zərflikdir, mübtədə və xəbər. Biz hansı qaydanı xatırlayırıq? O qaydanı xatırlayırıq ki, mübtədə, tamamlıq və zərflik bir-birindən küslüdülər, ola bir-birlə sintaktik əlaqəyə girmirlər. Yəni, bu nümunəyə baxsaq, baxın, 2 ilə 3 sintaktik əlaqəyə girməyib. 3 ilə 4 sintaktik əlaqəyə girməyib. 2 ilə 4 sintaktik əlaqəyə girməyib. Eyni zamanda burada 1 ilə 4 də sintaktik əlaqəyə girməmiş olacaq. 1 ilə 5 də sintaktik əlaqəyə girməmiş olacaq. Görün biz nə qədər variant tapdıq bir-birinə sintaktik əlaqədə olmayan. Biz bu variantlar içərisindən bizə nə verilibsə, onu seçməliyik. Baxırıq ki, 1 ilə 4 verilən nümunələr arasında yoxdur. 2 ilə 3 yoxdur. 3 ilə 4, var. Elə doğru cavabımız Y olacaq. Sonra 2 ilə 4 verilib mi, verilməyib. 1 ilə 5 verilib mi, verilməyib. Elə doğru cavabımız olacaq Y variantı. Davam edək. Görək 20-də nə soruşulur? Eyler-Venn diaqramında biz müqayisə aparmalı olacağıq. Deyilir ki, cümlələrə əsasən Eyler-Venn diaqramına uyğun fikirləri müəyyən edin. Yəni, biz doğru fikirləri tapmalıyıq. Anası onu görməyə gəlmişdi. Bir cümləmizdir. Tələsdiyindən heç kəslə görüşmədi. Digər cümləmizdir. Gəlin biz cümlələri bəri başdan təhlil eləyək ki, sonra cavablara baxanda uyğunlaşdırma bizim üçün asan olsun. Anası onu görməyə gəlmişdi. Gəlmişdi kim? Anası nə məqsədlə gəlmişdi? Onu görməyə oldu məqsəd zərfliyimiz. Tələsdiyindən heç kəslə görüşmədi. Görüşmədi kim o? Mübtədamız buraxılıb. Heç kəslə olacaq tamamlıq. Tələsdiyindən isə olacaq səbəb zərfliyimiz. İndi buradan yola çıxaraq gəlin cavablara baxaq. Birdə deyilir. Səbəb zərfliyi feili birləşmə ilə ifadə olunmuşdur. Birdəki səbəb zərfliyi idimi? Xeyr. Səbəb zərfliyi deyildi. Buradakı məqsəd zərfliyidir. Yəni bir doğru cavabımız ola bilməz. 2. Şəxs əvəzliyi tamamlıq vəzifəsindədir. Şəxs əvəzliyimiz tərkibdədir. Onu
o şəxs əvəzindən gedir söhbət. Və tərkib daxilində də zərflik mövqeyindədir. Yəni 2 də doğru cavabımız deyil. 3-də deyilir ki, zərfliklər xəbərlə tabilik əlaqəsindədir. Birinci cümlədə zərfliyimiz onu görməyə, ikinci cümlədə isə tələsdiyindən sözüdür. Hər ikisi xəbərlə idarə əlaqəsindədir. İdarə əlaqəsi də tabilik əlaqəsi olduğuna görə 3-də verilən fikir doğru fikirdir. 4-də deyilir ki, ikinci dərəcəli üzv feili xəbərə aiddir. İkinci dərəcəli üzvümüz birinci cümlədə məqsəd zərfliyi, ikinci cümlədə isə həm səbəb zərfliyimiz var, həm də tamamlığımız var. Birinci cümlədəki məqsəd zərfliyimiz feili xəbərə aiddir. Bəli, bu doğru fikirdir. İkinci cümlədəki tamamlığımız da, yəni ikinci dərəcə üzvümüz tamamlıqdır əlbəttə ki, o da feili xəbərə aiddir. Bu da doğrudur. Yəni 4-də verilən fikir doğrudur. Hər ikisi haqqında 4-ü götürürük. 5-də deyilir ki, tamamlığın ifadə vasitəsi sual tələb etmir. Tamamlığın ifadə vasitəsi nədir? Heç kəslə əvəzliyi. Baxın, cümlə üzvü nə zaman suala cavab vermir? Əgər xəbərimiz predikativ sözlə ifadə olunubsa və ya cümlə üzvü sual əvəzliyi ilə ifadə olunubsa, heç kəs sual əvəzliyidirmi? Xeyr, sual əvəzliyi deyil. Yəni 5-də verilən fikir yanlış fikirdir. Heç kəslə sözünə biz sual verə bilirik. 6-da deyilir ki, bir-birlə sintaktik əlaqədə olmayan cümlə üzvləri işlənmişdir. Bir-birlə sintaktik əlaqədə olmayan cümlə üzvlərimiz mübtədə, zərflik və tamamlıqdır. Biz baxsaq görərik ki, həm birinci nümunədə, həm də ikinci nümunədə bir-birlə sintaktik əlaqədə olmayan cümlə üzvləri işlənib. Yəni 6 da doğru cavabımız ola bilməz. Belə olduğu halda 20-ci testimizin doğru cavabı olacaq A variantı. Bu qədər dəyərli şagirdlər, ümidvaram ki, bu izahımla sizlərə az da olsa nəsə öyrədə bildim və ya əldə elədiyiniz bilikləri təkrarlamağınıza kömək ola bildim. Bu qədər, növbəti görüşlərə dək.